Azərbaycan dili 45 saniyəniz var, sizə uğurlar. Həcimsiz sözü neçə hecalıdır? 2. Düzdür. Əşya bildirən mübtədalar hansı suala cavab verir? Nə? Düzdür. Sifətin neçə dərəcəsi var? 3. Düzdür. Qızartma sözü sadə sözdür, yoxsa düzəltmə? Düzəltmə. Düzdür. İki əlcə birləşməsində sayla isim arasında hansı numerativ sözü işlənsə Dənə. doğru olar? Xeyr, cüd. Uzaq sözünün antonimi hansıdır? Yaxın. Düzdür. Söz birləşmələrində hansı tərəf birinci gəlir? Aslı. Düzdür. İmtahana gedərkən birləşməsi ismi birləşmədir, Fe'li. yoxsa fe'li birləşmə? Düzdür. Biraz gəzək cümləsində biraz Zərf. sözü hansıdırsa düzdür. Sanki sözü modal sözün hansı məna növüdür? Ehtimal. Xeyr, bənzətmə. Birincilər çıxış edəcək cümləsində birincilər sözü morfoloji Say. cəhətdən nədir? Düzdür. Düşüncə, qavrayış sözləri konkret isim mücərrəd. mücərrəd. Düzdür. Hansı mürəkkəb cümlənin tərəfləri bərabər hüququ olur? Tabesizlik. Xeyr, tabisiz mürəkkəb cümlənin. Ulduzlar göründü cümləsində feil hansı qrammatik məna növündədir? Bir dəqiqə. Cavabınız? Cavabınız? Daş. Ay da yox. Xeyr. Qayıdış. Qayıdış. Bəli, bu olmalıydı. Eyb yox. Bu suala cavab verə bilməsəz də 10 doğru cavabınız var.